Salam, hörmətli izləyicilər. Bugün 8-ci siniflər üçün video çəkəcəyik. Videomuzun mövzusu nədən ibarətdir? Yəni KSQ 4-ə hazırlıq. Yəni 4-cü KSQ-də bildiyimiz kimi səbəb və məqsəd zərflikləri haqqında olacaq. Yəni biz də bugün səbəb və məqsəd zərfliklərinin fərqlərinə baxacağıq. Yəni hansı qaydaları bilməliyik ki, səbəb və məqsəd zərfliklərini bir-birindən fərqləndirə bilək. İlk öncə biz bunların məzmununa baxmalıyıq. Yəni, əgər məzmunu tam anlasaq, biz bunları bir-birindən fərqləndirə bilərik. Həmçində qaydalarımız var ki, o qaydaları da burada sadalayacaq ki, yəni o qaydaları da bilməlisiniz ki, həmçinin bunları daha yaxşı bir-birindən fərqləndirə biləsiniz. Deməli, səbəb zərfliyi nədir? Adından göründüyü kimi hər hansı bir hadisə baş verir və onun nəticəsi olur. Yəni, bildiyimiz kimi səbəb nəticə əlaqəsi olur. Məqsəddə isə qarşımıza bir məqsəd qoyuruq və o məqsədə çatmaq üçün çalışırıq. İndi biz burada nümunə yazaq və o nümunənin üzərində daha yaxşı izah verək. Birinci nümunəmiz, məsələn, yaxşı qiymət aldığı üçün sevinir. Bu olur səbəb, məqsəd. Yaxşı qiymət almaq üçün çalışır. Bax, səbəbdə dediyimiz kimi nə edir? Sevinir. Bu bizim xəbərimizdir. Burada da çalışır. Bu da bizim xəbərimizdir. Bax, sevinir. Nəyə görə sevinir? Sevinir. Çünki yaxşı qiymət alır. Bax, sevinir. Sevinməyin səbəbi nədir? Yaxşı qiymət alması. Deməli, bu hal-hazırda sevinir. Sevinməyin səbəbi nə oldu? Yaxşı qiymət alması. Deməli, birinci yaxşı qiymət alıb ki, indi bu sevinir. Yəni, burada gördüyümüz kimi, səbəb zərfliyində iş xəbərdəki işdən əvvələ aid olur. Xəbərdəki iş ikinci oldu, sevinir. Amma səbəb zərfliyində olan iş isə bundan əvvələ aid oldu. Birinci bu oldu. Deməli, iş xəbərdəki işdən əvvələ aid olur. Məqsəd zərfliyində necə olur? Çalışır. Hal-hazırda çalışır. Nəyə görə? Çünki yaxşı qiymət alsın. Bu işə sonraya aid. Burada isə səbəb zərfliyinin əksinə. Yəni, iş xəbərdəki işdən sonraya aid. İş xəbərdəki işdən sonraya aid. Çünki hal-hazırda çalışır ki, gələcəkdə yaxşı qiymət alsın. Bax, ən əsas fərqimiz budur. Yəni, məzmun fərqi. Yəni, səbəb zərfliyində iş xəbərdəki işdən əvvələ aid olur. Məqsəd zərfliyində isə iş xəbərdəki işdən sonraya aid olur. Həmçinin digər qaydalarımız da var ki, məsələn, səbəb zərfliyi adətən çıxışlıq halda olur. Adətən olur çıxışlıq halda. Məqsəd zərfliyi isə olur yönlük halda. Məsələn, çıxışlıq halda, məsələn, soyuqdan titrəyirdi. Yəni, soyuqdan titrəyirdi. Yönlük halda, məsələn, oxumağa gedirdi. Bax, burada gördük, soyuqdan titrəyirdi. Çıxışlıq halda, burada da oxumağa, yönlük halda, oxumağa gedirdi. Yəni, deməli, bu qaydanı da yadda saxlayaraq bunları bir-birindən fərqləndirə bilərik. Həmçinin digər bir qaydamız, bax, burada baxdıq, aldığı, dıq plus mənsubiyyət. Burada da deməli, almaq. Burada da məsdər. Məsdər plus qoşma. Yəni, bunu da yazaq. Deməli, səbəb zərfliyində olur fe'li sifət üstəgəl qoşma. Amma məqsəddə isə olur məsdər tərkibi üstəgəl qoşma. Bax, bu da digər qaydamız. Burada gördüyük məsdər tərkibi yaxşı qiymət almaq üçün. Burada yaxşı qiymət aldığı üçün dıq plus mənsubiyyət də fe'li sifətdir.
Yəni bu qaydalara da diqqət yetiririk. Həmçinin suallarından, səbəb zərfində nə səbəbə, niyə, nə üçün, məqsəddə də nə məqsədlə. Yəni niyə, nə üçün bunda da var, amma burada isə nə məqsədlə sualı verə bilirik. Amma səbəbdə isə onu verə bilmirik. Yəni bu qaydalara da fikir veririk. Həmçinin test üzərində də bunu tətbiq edərək baxaq. Deməli, bizə dəqiqə bunu paylaşaq. Deməli, paylaşaq bunu testimiz. İkinci hissədən səbəb və məqsəd səhvliklərinə aid bəzi testlərə baxaq. Yəni bunları da bunların üzərində tətbiq edərək dediklərimizi daha yaxşı başa düşmək üçün. İndi baxaq. Bax, 16-cı testdə səbəb zərfliyi hansı cümlədədir? Səbəb zərfliyi. Biz burada birbaşa, deməli, 5 qiymət almaq üçün ciddi çalışmalısan. Quş yem gətirmək üçün yuvasından uçdu, o kədərini gizlətmək üçün gülə-gülə danışırdı, anasını görmək üçün kəndə getdi, uşaq xəstələndiyi üçün dərsə gəlməmişdi. Bax, burada diqqət elədinizsə, E bəndində xəstələndiyi üçün dık plus mənsubiyyət, həmçinin üçün qoşmasının bir yerdə işlənib. Dərsə gəlməmişdi. Bizim xəbərimizdir. Gəlməməsinin səbəbi nədir? Yəni xəstələndiyi üçün. Yəni gördüyümüz kimi, bayaq dediyimiz qayda ilə birinci növbədə bu xəstələnib, hadisə baş verib, sonra isə xəbərdə. Yəni gəlməmişdir. Həmçinin dediyimiz qaydalardan da xəstələndiyi üçün gəlməmişdir. Yəni biz demişdik ki, səbəb zərfliyində dık plus mənsubiyyət plus qoşma işlənir. Yəni burada cavabımız budur. Həmçinin baxırıq sonra, deməli, bizə dəqiqə bunu işarə eləyək. Gələk, yer, hansı növbə tərcih hərəkət. Yəni bizə səbəb və məqsəd lazımdır, sırf onlara baxmalıyıq. Deməli. Yaxşı, hansı cümlədə məqsəd zərfliyi yönlük halda olan sözlə ifadə olunmuşdur? Yönlük halda olan sözlə. Baxırıq, deməli, Vasif bugün səhər kəndə getdi, qoca təmiz hava almaq üçün həyata çıxdı. Səhər tezdən uşaqlar yarışmağa bura gələcəklər. Deməli, bura gələcəklər. Nə üçün? Nə məqsədlə? Yarışmağa. Biz demişdik ki, məqsəd zərfliyində, yəni səbəb zərfliyində fe'li sifət tərkibi, amma məqsəd zərfliyində isə məsdər tərkibi. Yəni yarışmaq üçün gələcəklər. Deməli, cavabımız olacaq bu. Səhər tezdən uşaqlar yarışmağa gələcəklər. Yəni gəlmələrin məqsədi nədir? Yəni gələcəklər ki, yarışsınlar. Deməli, cavabımız olacaq C bəndi. Burada bəzi məsələlər də var. Məsələn, tutaq, səbəb zərfliyinin ismi birləşməklə ifadə olunması və yaxud fe'li birləşməklə ifadə olunması. Yəni, zərfliklərin ifadə vasitələri müxtəlifdir. Yəni, ümumiyyətlə, cümlə özlərində ifadə vasitələri belədir. Nitq hissələrlə ifadə olunanda sadə olur. Söz birləşmələri, mürəkkəb adlarla ifadə olunanda isə mürəkkəb olur. Deməli, səbəb zərfliyinin ismi birləşməklə ifadə olunduğu cümləni müəyyənləşdirin. Qonşunun səhlənkarlığından mənzil indi suyun altında qalmışdı. Deməli, mənzil suyun altında qalıb. Nə səbəbə? Yəni, qonşunun səhlənkarlığından. Burada da yəlikal, da mənsubiyyət. Bu da ismi birləşmədir. Təyini birləşmə üçüncünün. Birinci tərəf müəyyən yəlikal, ikinci tərəf mənsubiyyət. Qonşunun səhlənkarlığından həmçinin biz demişdik ki, səbəb zərfliyi çıxışlıq halına, məqsəd zərfliyi isə yönlük halına ifadə olunur. Yəni, burada gördüyümüz kimi ismi birləşmə ilə
ifadə olunub. Yəni dediyimiz kimi bir daha sonda ümumiləşdirək. Aha, biz dedik əsas nələrə fikir verir? Əsas fikir veririk məzmuna. Yəni məzmunumuz necə oldu? Deməli, səbəb və məqsəd səhvliyində əgər məzmuna tam dəqiq fikir versək, əslində biz bunları rahat şəkildə tapa bilirik. Yəni səbəb zərfliyində iş xəbərdəki işdən əvvələ aid oldu, amma məqsəddə isə iş xəbərdəki işdən sonraya aid oldu. Aha, bax burada da işarə eləmişdik, bir daha ona baxaq. Yəni səbəb zərfliyində, həmçinin məqsəd zərfliyində. Bir daha baxırıq, sevinir, sevinməyin bir səbəbi var. Yaxşı qiymət alıb, deməli birinci bu hadisə baş verib. Yaxşı qiymət alıb, sonra sevinir. Məqsəd səhvində isə çalışır. Xəbər budur, çalışır. Hələ çalışır ki, yaxşı qiymət alsın. Hələ qarşıdadır. Hələ məqsədi qarşıdadır. Həmçində digər qaydalarımızda yenə burada çıxışlı qalınan, səbəb səhvliyi, məqsəd səhvliyi yönlü alınan, bu feili sifət plus qoşma, üçün ötürü qoşması, həmçinin məqsəd səhvliyi də yönlü alınan. Daha doğrusu ifadə vasitəsində məsdər tərkibi plus qoşma. Bu günlük bu qədər. Növbəti izahlarda inşallah görüşərik.